Şöhrət bəy, baxın, sizin demək olar o xatirələriniz ya o təcrübəniz bizimkindən biraz bu məsələ haqqında fərqlidir. Yəni Sovetlər bayramı qeyd eləməyə qarşı idilər. Mən eşitdiyimə qədər, bildiyimə qədər bayram və uzun zaman bayram quzeydə demək olar qeyd olunmadı. 60-cı illərə qədər qeyd olunmadı, bəli. Uzun zaman buna qarşı idilər. Hə, amma Güneydə məsələ bu deyil. Güneydə dövlət özü bayramı demək olar təbliğ edir ki, amma öz istədiyi bayramı təbliğ edir. Yəni Azərbaycan və Türk motivlərinin unudulduğu bir bayramı təbliğ edir. Yəni bayramla insanları Tehrana bağlamağı təbliğ edir. Bayramla insanları farslaşdırmağı təbliğ edir. Sanki bayram sadəcə farslara aiddir və bayramı farslar və hər kimdəki bayramı əziz tutur. Elə bir çeşid farsdır ya İranlıdır və bu anlamda. Mən burada əslən istəmirəm o tarixi bəhslərə keçəm ki, əslində bayram Azərbaycan türklərinindir, taciklər ya farslar ya başqa millətlər də bunlardan alıblar. Hala heç də iradı yoxdur, onlar da əzləsin. Amma İran tarixi və İran propagandasında bunun tam tərsəsi təbliğ olunur və bizim insanları o yolla farslaşdırmağa çalışırlar. Yəni bunların türklüklərini bunların əlindən almaq istəyirlər. Maraqlıdır. Azərbaycana qarşı İran hökuməti son illərdə də zaman da danışmışıq. İki fərqli demək olar hozədə çalışır. Biri Güney Azərbaycan türklərini assimilasiya edərək demək olar farslaşdıraraq öz kimliklərindən uzaqlaşdırmaq və biri də bunların başının üstündə bu Xuxan kimi demək olar terroristi örgütləri saxlamaq və bəsləmək və dəstəkləmək. Yəni Cumhuri İslami bir nəmsi terror örgütlərini dəstəkləyir. Və bunlar Azərbaycan türklərini qorxutmaq istəyir. Açıqcası mən ayrı dəlil buna tapa bilmərəm. Azərbaycan türklərinə Urmu şəhərində demək olar çərşənbəni qutlamaq üçün izin verilmir. Əslən İran burasında deyim, bayramı nə qədər də əziz tutsa, rejim çərşənbəyə müxalifdir qədimdən. Bəlli də səbəbləri vardır. Rejim hər nə ki bais ola insanlar bir araya gələlər, onunla müxalifdir. Məyər cuma namazı ola, məyər özləri istədikləri zamanlar insanlığa tökələr xiyabana, ölüm olsun Amerika sloganı şüarı verdirsinlər. İnsanların öz istəkləri ilə bir araya gəlməsinə rejim hər zaman müxalif olubdur. Bunun üçün rejim həmişə çərşənbə axşamının münasibətləri ilə müxalif olubdur. Hətta tutuqlamalar olar bu axşamlar, sadəcə Güney Azərbaycanda yox, Fars bölgələrində belə. Müxalifdir. İndi nəcür olur da bir rejim ki, demək olar Amerikaya qarşı hərəkatdan başqa və cuma namazlarından başqa, bu kimi özünün istədiyi demək olar seremonilər, mərasimlərdən başqa heç bir mərasimə izin vermir. Nəcür olubdur? 2-3 ildir başlayıbdır PKK-la anlaşdığından sonra başlayıbdır bir gün bu şəhər, bir gün o şəhər kürdlərə miting təşkil verir. Əvvəlində Cumhuri İslaminin surudunu pəxş eləyirlər, sonra terroristi qurumların bayraqlarını qaldırırlar. Və bir gün Urmiyədə bu izni verdilər. Və biraz bundan əvvəl biz Poldəştin kətlərinin birində gördük. Və bildir bu zaman mən xatirimdədir ki, bu sözü bu televizyonda dedim ki, günü-gündən bunu genişləndirəcəklər bu hərəkətləri. Günü-gündən genişləndirəcəklər. Çün bir tərəfdən PKK-nın istəyidir, terrorist örgütünün, bir tərəfdən də terrorist örgütlərinin başında duran İran İslam Cumhuriyyətinin bu planıdır. Yəni iki terroristin anlaşmasıdır. Və günü-gündən bunları artıracaqlar. İran kimi bir ölkədə ki, bir nəfər əlində silah daşıya bilməz, Naci Şərif Zindəşdi, bodyguardlarıyla, Kilaşinkovlarla dolanır, heç kəs də ona çəkil oyna demir.
Ola bilərmi belə bir məsələ? Məyər deyəsən ki, Kətxudanı görüblər. Bizim torpaqlarımıza oyun oynayırlar. Bunun bayramla əlaqəsi yoxdur. Yəni büyünləmsi nə Kürdlər bayram niyyətinə ora gediblər ki, zaten 5 il bundan qabağacan heç bilmirdilər bayram nədir. Nə Cumhur İslami bayram münasibətinə onlara izin veribdir. Bunların hamısı Güney Azərbaycan türklərinin varlığını hədəf alıblar. Həm terörist örgütlər, həm Cumhur İslami hədəf alıblar. İndi biz nə etməliyik? Durub bunları danışmaqdan nə nəticə alınacaq? Mən bildir bu zaman dedim. Dedim, baxın, biz düşmənin hərəkətlərini analiz eləyə bilərik. Ha, biraz da narahat olduq, 2-3 dənə də yaman deyək. Məsələn deyirəm. Sonra deyək ki, bu bayram onların bayramı deyil. Sabah bu zamanacanda oturaq, gələn il bu zamanacanda deyək ki, bu bayram onların bayramı deyil. Bizim əlimizə nə düşəcəkdir? Bizim varlığımızı qorumaq üçün. Mənim əsas sözüm budur. Bizim bərnaməmiz nədir? Mən qəbul edirəm. Onlara rejim dəstək verir. Bizim qarşımızda duran bu rejimdir. Yaxşı. Onlara rejim meydan verir. Gəlin bura, toplanın. Əvvəldə bir Surud-i Milliyə İranı yayırlar. Sonra başlayırlar Kürdistan yaradırlar Azərbaycan torpağında. Yaman deyə bilərik. Cumhur İslamiyə oturub burada yaman deyə bilərik. Deyərik, utansın, ar olsun, filan olsun. Bu kimi sözlər. Ya terroristi qururlara. Amma bunlar bizim demək olar əlacımız bundadırmı? Ya düşünməliyik və buna qarşı məqsəd yönlü planlar hazırlamalıyıq və həyata keçirtməliyik. Biz nə edə bilərik öz varlığımızı Azərbaycan, mən də artıq urmu demirəm. Valla məsələ qəbihdir, televizyonda adam deyə bilmir. Hər evinin də qapısını açsan 20 nəfər uşaq doğublar, tökürlər eşiyə. Yəni sərətan kimi hər yana doldururlar. Yaxşı. Azərbaycanlının ən çox 2 dənə uşağı vardır, ən çox 3 dənə uşağı var. Bunların hər evinin qapısını açsan 20 dənə tökürlər eşiyə. Yaxşı. Buna plan lazımdır. Bu plana dövlətsiz və demək olar bir çox imkanlardan məhrum qalan Güney Azərbaycan türkü də bu planda olmalıdır. Açıq və net şəkildə deyirəm. Çünki bu məsələ birbaşa Türkiyənin varlığını təhdid edir, Türkiyənin güvənliyini təhdid edir, Türkiyənin əmniyyətini təhdid edir. Türkiyə də bu məsələdə daxil olmalıdır və Azərbaycanda.